2 gün önce şəhid olmuş ordumuzun zabiti Qalib Laimoğlu Zülfüqarlının təltif edildiyi hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı bugün ailə üzvlərinə təqdim edilib. Bu münasibətlə şəhidin doğulduğu Lənkəran rayonunun Vilvan kəndində medalın təqdim olunma mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi Polkovnik Abdullah Qurbani, rayon icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, Qarabağ müharibəsi veteranları, həmçinin kənd sakinləri iştirak edirdilər. Tədbirdə çıxış edənlər vətən uğrunda şəhid olmuş Qalib Zülfüqarlının nizam-intizamlı, çalışqan, qorxmaz və cəsarətli döyüş tapşırıqlarını vicdanla yerinə yetirən zabit olduğunu bildirdilər. Qeyd olundu ki, şəhid zabitimiz daim xatirələrdə yaşayacaq, onun qısa, lakin mənalı ömür yolu gələcək nəsillərə örnek olacaq. Daha sonra şəhidin layiq görüldüyü medal onun qardaşına təqdim olundu. Qardaşım ölümün ən şərəfli mərtəbəsinə, şəhidlik mərtəbəsinə qalxdı. Allah mədə qismət eləsin. Bugün xalqımız, dövlətimiz də öz şəhidinin qədrini bilir. Şəhid varsa torpaqda var, vətəndə. Şəhidlərə ölüm yoxdur vətəndə. Şəhidin atası Laim Zülfüqarlı göstərilən diqqətə görə minnətdarlığını bildirdi və qəhrəman oğullarımızın qisasının yerdə qalmayacağına əminliyini ifadə etdi. 24 yaşlı leytenant Qalib Zülfüqarlı martın 27-sində Qazax rayon ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olub. Məhəmməd Rzayev, İmran İqbaloğlu, Lənkəran.